Fikir vermişsiniz, bəzən hansısa bir tədbirə gedirik, bir təşkil olunmuş görüşə gedirik və orada həmin o aparıcının danışığı, davranışı çox da insanları cəlb eləyə bilmir. Məsələn nədir? Əslində ola bilər ki, çox məlumatlı ola bilər, çox maraqlı ola bilər mövzu, amma onu çatdıra bilməməsi o insanın çox da danışıq bacarığının olmamasıdır. Yəni bu o demək deyil ki, o mənfidir və yaxud da nəsə pis bir xüsusiyyətdir. Əslində hər bir insan, yenə də deyirəm ki, genetik bacarığına görə bir-birindən fərqlənir. Ola bilər ki, o insanda danışıq bacarığı çox da yaxşı olmaya bilər, amma hansısa başqa bir xüsusiyyəti var ki, onu daha çox özünü elə önə çıxara bilir. Fikir vermişsinizsə, məsələn bir rəssamları hansısa bir işinə görə sual edəndə ki, bu rəngləri niyə seçmişsiniz, bu hansı mənaya gəlir, çox çətinliklə bəziləri fikirlərini izah edə bilirlər. Amma halbuki o əsəri çəkərkən düşüncələrində bəlkə də o qədər fikirlər var ki, amma onu göstərə bilmirlər. Və bu da o deməkdir ki, o insan öz bacarığını, yəni əl işini daha yaxşı göstərə bilir. Amma bəzi insanlar da var ki, bu işlərlə məşğul deyil, amma danışığı ilə, davranışı ilə çox insanları cəzb edə bilər, çox auditoriyaya təsir edə bilər. Yəni onun da bacarığı odur. Yəni digərləri elə düşünməsin ki, onlarda nəsə mənfidir, nəsə yaxşı alınmır, gedim cəhd edim, nəsə öyrənim. Düzdür, öyrənməklə çox bir şeyləri əldə etmək olar. Amma genetik olaraq əgər o bizə verilməyibsə, bizim üçün çətin olacaq. Başqası üçün çox asan əldə edilən bir şey bizim üçün çətinliklə başa gələ bilər. Və yenə də dediyim kimi, insanlar öz genetik tiplərinə görə bacarıqlarını, güclü tərəflərini bilməlidir, ona fokuslanmalıdır və o yöndən özlərini göstərməlidir. Bunu niyə dedim? Bir tədbirə qatılmışdım, çox maraqlı, cəlb edici adı var idi, mövzu var idi, bir yaradıcı tədbir idi. Ancaq çox təəssüf ki deyirəm, istədiyim kimi fikirləri ala bilmədim. Həmin şəxs bir qədər sönük davranış, danışığı var idi. Əslində yenə deyirəm, bəlkə də onun üçün problem olmalı deyil, amma kimsə əgər həm işini göstərir və yaxud da işi haqqında hansısa bilgiləri ötürmək istəyirsə, burada düşünməlidir ki, mən auditoriyaya necə ötürəcəm, necə enerjimi verəcəm, çox səsi asta, çox biraz susqun, sakit tərzdə enerjisi aşağı olan çıxışlar o qədər də maraqlı alınmır, o qədər də cəlb edici olmur. Yenə deyirəm, ola bilsin ki, orada mövzu da çox bilgilər də maraqlı ola bilər, amma onu mənə yaxşı ötürə bilmədiyinə görə çox təəssüf ki, mən oradan o qədər də xoş təəssüratla ayrıla bilməyəcəm.